Salam dəyərli izləyicilər, 5 iyun tarixində keçirilən monitorinq imtahanı üzrə D variantı riyaziyyat suallarının izahını paylaşıram. Bu kitabça yazılıb dostlar üstündə. Bilmirəm səhvdir, düzdür. Mən sadəcə izahlar verəcəm suallar üzrə. Kimlər D variantıdırsa buradan yoxlaya bilər. 31-ci sualda Əsmər xala böyük bankada saxladığı 2 litr 400 ml bəkməzi 250 ml kiçik bankalara doldurub satmaq istəyir. Böyük bankada olan bəkməzlə neçə kiçik bankanı tam doldurmaq olar? Dostlar 2400-ü bölürsüz 250-yə. Düşür 9 dənəsi. Yəni 9 və qalıq qalır. Bizə lazımdır ki, tam dolması. 9 dənəsini tam doldururuz. Yəni C variantı doğru cavab olur burada. Növbəti 32-ci sual. Fiqur hər birinin sahəsi 81 kvadrat santimetr olan 4 kvadratdan ibarətdir. Fiqurun perimetrini tapın. Sahə 81 isə bəli, tərəf 9-dur. Burada qeyd olunduğu kimi. Deməli, perimetrini tapanda yalnız kənar xəttlər nəzərə alınır. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənədir. Onu 9-a vuranda olacaq 90 santimetr. Yəni ortadakı artıq iki xətti nəzərə almırsınız. 33. Avtomobilin 4 saat ərzində hərəkət etdiyi hərəkəti aşağıdakı xətti diaqramda təsvir olunub. Avtomobilin qət etdiyi yol 1 saata dostlar baxın 100-dür. 2 saata 150-dir. 3-cü saatda yenə də 150-dir. 4-cü saatda 200-dür. Xətti diaqramda verilən məlumatlara əsasən avtomobilin 4 saat ərzində getdiyi yol ilk 1 saat ərzində getdiyi yoldan neçə kilometr çoxdur? 4 saat ərzində getdiyi yol dostlar 200 kilometrdir. Bax burada qeyd olunubdur. İlk 1 saat ərzində getdiyi yol nə qədərdir? 100-dür. Deməli 200-dən 100-ü çıxacam, qalacaq 100 kilometr daha çoxdur. 34-cü sual. Şəbnəm Aynurdan 3 yaş böyükdür. Murad isə Aynurdan 2 yaş kiçikdir. Şəbnəmin 18 yaşı varsa Muradın neçə yaşı var? Şəbnəmin 18 yaşı var. Şəbnəm Aynurdan 3 yaş böyükdürsə, onda Aynurun 15 yaşı var. Sonra Murad isə Aynurdan 2 yaş kiçikdir. Aynur 15 idi. Murad da bundan 2 yaş kiçikdir. Demək olacaq 13 yaşda A variantı. İfadənin qiymətini tapın. Burada əvvəlcə bölmə olacaq. 72-ni bölürsüz 2-yə. Sonra vurursunuz 6-ya. 216 edər. Bu hissə 216-nın üzərinə də gəlirsiniz 34-ü 250 alacaqsınız. Bəli, diqqətli olun. Burada əvvəlcə 2-ni 6-ya vurmaq olmaz. Bəzən bu formada yazan şagirdlər də olurlar. 36-cı sual düzbucaqlı koordinat sistemində kvadratın 3 təpə nöqtəsi təsvir edilib. Kvadratın 4-cü təpəsinin koordinatlarını tapın. Dostlar, buradan bura məsafə nə qədərdir? 2-dən 7-yə 5-dir. Burada 5-dir. Deməli, belə gəlməlidir. Bura olacaq. Burada 7, buradan 8, buradan. 7-8 nöqtəsi. 7-8, bəli, C variantına uyğun gələcək. Diqqətli olun, 8-7 də var. Birinci X yazılır, sonra Y yazılır. 37-ci sual. Eni 4 sm. Uzunluğu isə 8 sm olan 3 eyni düzbucaqlı şəkildəki kimi düzlərək yeni bir düzbucaqlı əmələ gətirmişdir. Alınan yeni düzbucaqlının perimetrini tapın. Dostlar, bura 8 olacaq. Burada 8-dir. Buradan bura 12 oldu. Elə birbaşa 12 və 8 kimi fikirləşə bilərik. 12 üstə gəl 8-i 22-yə vuranda 40 edəcək. Bəli, C variantı doğru cavab olur. Sonra 38-ci sual. 37-yə baxdıq biz. Bəli, 37-dir. 38-ə baxırıq. 4 növ məhsul, planşet, telefon, kompüter və qulaqlıq satan A mağazasında bir həftə ərzində satılan məhsulların sayını göstərən diaqram verilib. Bir həftə ərzində A mağazasında nə qədər məhsul satılıb? Deməli, 12 dənə telefondur. Planşet 8 dənə. Kompüter 4 dənə. Üstəgəl qulaqlıq da 10 ədəddir. Toplam 34 dənədir. Bəli, B variantı düzgün cavabdır. Bu digər variantlarda işlədiyimiz sualdır. Perimetrini soruşur. Daha doğrusu sahəsini soruşur əvvəlcə. 90-ı vururuq dostlar 45-ə. 4050 edəcək. A variantı düzdür. Sonra növbəti sualda isə deyir ki, ən azı neçə qab boya lazımdır? Deməli, bunun perimetrini tapırsınız. 90, 45, 135, 2 vuranda 270. Yəni bunun kənarı bax bu xətt. 270 metrdir. Dostlar, burada da qeyd olunur ki, kənarları ağ boya ilə yenidən xəttlənməlidir. 50 metr uzunluğunda xətt çəkmək mümkündürsə bir qabla 270-i bölürsüz 50-yə. Düşür 5 dəfə, amma 5 dənəsi kifayət etməyəcəkdir. Ən azı 6 dənəsi lazımdır. Niyə? Yəni doğru cavab 6 olacaq. 6 dənəsi lazımdır ki, tam işimizi yekunlaşa bilək. Çünki 5 dənəsi olsa 250 metrdir. Bunun da perimetri 270-dir. Bunu təbii ki, detallı yazmaq lazım idi. Qaçış üzrə yarışda 41-ci suala keçid etdik. İştirak etmiş şagirdlərin qaçış müddətləri cədvəldə verilib. Cədvəl əsasən hansı şagird birinci bitirdi yarışı? Deməli, 4də 1 saatımız 15 dəqiqədir. 960 saniyə. 960-ı böl 60-a 16 dəqiqə edəcək. Bu 18 dəqiqədir. 3də 1 saatda 60-ın 3də 1 hissəsi 20 dəqiqədə bu edəcək.
Dostlar, kim tez bitiribsə o birinci yer tutub da. Deməli, Musa 15 dəqiqəyə bitiribsə, Musa birinci yer tutub. D variantı doğru cavabdır. 42-ci sual. 354 min 354 min 508 508 ədədin rəqəmlərlə yazılışı hansı variantda doğrudur? 354 min 508. Bəli, A variantı doğrudur. Sonra 43-cü sual. Şəms bütün şəkərbura və paxlavaları 6 qaba düzdü. Hər qabda 2 ədəd şəkərbura və 3 ədəd paxlava oldu. Bu da 30 edirdi dostlar. Yəni 2-nin üstü 3 gəlirsə 5, 6 dənə qabdır 30 edəcək toplam. Bu sualda da A5, B6 idi. Bəli, digər variantlarda da düşən sualdır. Sonra burada da deməli 4, 7, 3 artırdı 10 olurdu. Sonra 13 olacaq. Sonra 16 olacaq. Növbəti də 19 olurdu. 3 arta-arta gedirdi. 19 bəli düzgün cavabdır. Digər variantlarda da düşüb. Sonra 46-cı sualda baxın 4də 1 qədər endirim edilir. Daha doğrusu 4də 1 qədər ödəniş edilir. 48-in 4də 1-i 12-dir. 44-ün 4də 1-i 11. Bunun hərəsindən bir dənə alsa 23 manat ödəniş edəcək. 100 manatı var. 100-dən çıx 23, 77 manat. B variantı düzgün cavabdır. Sonra burada da bunu da bayaq digər variantlarda işləmişik. 7-dir, hərəsinin 600-ü var. 42 dənə 100 edir. Amma 2, 2, yəni 2, 4, 6, 8, 10, 12. 42-dən 12-sini çıxacaqsınız. 30 dənəsi boyanmış olacaq. A variantı olur. Digər variantlarda dostlar izahını vermişik. Yəni əvvəlki variantlara baxıb izahlarla tanış ola bilərsiniz. Dərslikdə olan sualdır, test toplumumuzda da var. Yəni bunu çoxlu sayda işləmişik bu tip suallardan. 48-ci sual. Bir velosipedçi 3 saatda 36 km yol qət etdi. Deməli sürəti 12-dir. Sürəti bu velosipedçinin sürətindən 12 dəfə, daha doğrusu 6 dəfə böyük olan. 12-ni vuracam 6-ya. 72. 4 saatda nə qədər yol gedər? 72-ni vur 4-ə 288. D variantı olur. Sonra bir ədəd 3 dəfə artırıb üzərinə 5 əlavə etdikdə 20 alınır. Həmin ədəd neçədir? Digər variantlarda da var. Bəli, 5-dir. Hansı digərlərinə bərabər deyil? Bu da təkrar sualda dəfələrdən düşüb 0,3 olacaq. Digərləri 0,13 edir. Sonra burada da dostlar bu da keçən ildə düşmüşdü. Canlıda da izah etmişdik monitorinqdən əvvəl. Toplam burada 60 dənə olmalıdır. 22 dənəsi var. 60-dan 22-sini çıxırsınız, 38 dənəsinə ehtiyac var. Sonra bunu da digər bir əvvəlki variantda izah etmişəm. Bu da keçən il düşən sualdır. Heç biri doğru demir. İndi burada xəttlər qarışıb bir-birinə və cavab heç biridir. C variantından baxa bilərdiniz. Və yaxud keçənki sualların içərisində tanış ola bilərsiniz. Bu sualda da dostlar nə qədər lazımdır? Diqqət yetirirsiniz. 20 buradır. 53-cü sualda baxın. 20 bura, 20 bura. 40 metr. Bura ehtiyac olmur. 40 üstəgəl 12. 52-dir, amma burada da 4 metrlik darvaza var. 52-dən 4-ü çıxırsınız, 48 metr. Doğru cavabdır. Sonra bu da digər variantda var idi. 4-cü gün və 1-ci gün. 4-cü gün 1100 idi. 1-ci gündə 600. 1100-dən 600 çıxanda 500 manat qalırdı. Belə, davam edək. Növbəti 55-ci sual. Aha. 60 uşaq arasında hansı meyvəni daha çox sevirsən? Sual ilə sorğu keçirilib. Deməli, hansına uyğundur? Bu, yalnız bu varianta məxsusdur. Deməli, ən çox banandır, sonra almadır, gilasla şaftaldır. Demək olar bərabərdir. Banan birinci, alma ikinci. Yox, A variantı deyil, B-də deyil, C-də deyil. Ha, D variantı olacaq. Banan birinci, alma, sonra gilasla şaftalı eyni. Rahat sualdır o. 56-57-ci sualları buna əsasən cavablandırmalıyıq. Meşədə ümumilikdə 846 ədəd ağac əkiləcək. 846. Bunlardan 550-si söyüddür. Çıx 550. Yerdən qaldı 296 dənə palıd. Palıdı yazaq 296. Söyüd də bəllidir, əla. Əkiləcək palıd ağaclarının sayı, söyüd ağaclarının sayı nə qədər azdır? 550 söyüd var. Çıx 296. 254 dənə B variantı olur. Sonra bir ədəd söyüd ağacı havaya ildə təxminən 50 kiloqram, bir ədəd palıd ağacı isə havaya ildə təxminən 100 kiloqram oksigen buraxır. Əkiləcək hansı növ ağaclar ümumilikdə bir ildə havaya daha çox oksigen buraxacaq? Cavabınızı əsaslandırın. Dostlar, cavabı əsaslandırmaq lazımdır. Deməli, nə edirik? Söyüd ağacı 550 dənədir. 550, söyüd nə qədər oksigen buraxır? 50 kiloqram. 550-ni 50-yə vuranda 27.000, yazıram bura, söyüd bərabərdir 27.500 kiloqram. Palıd nə qədərdir? Buradan yazıram. Palıd bərabərdir. Nə qədərdir palıd? 296 dənə. Bu da 100 kiloqramdır. 296 vuranda 29.600 edir. Aha. Hansı daha çox oksigen buraxır? Palıd. 29.600 kiloqram bu buraxır, amma söyüdlər 27.500 kiloqram olacaq. Bunu
izahın yazmalısınız. Bax, bu hissədə cavabınızı əsaslandırın hissəsində və salam. Axırda da yazır ki, palıd, amma izahla birlikdə əsaslandırdınızsa 1 bal alacaqsınız. 57 getdi dostlar. 58-ci sual. Transporterlə qeyd olunan bucağın dərəcə ölçüsünü tap. Burada sadəcə oxumaq lazımdır. Diqqət yetirin. 130, 140. 130 ilə 140 arası 135. Bəli, doğru yazıb şagird. 135 dərəcə olacaq. Sonra 59, 60-cı suallara baxaq. Seymur eyni şokoladdan 3 ədəd aldı. O bu şokoladlar üçün kassaya 2 ədəd 5 manatlıq verdi. Yəni 10 manat verdi. Kasser ona 1 manat qaytardı. Bir şokolad neçə manatdır? 10 manat verir, yəni 2 dənə 5'lik. 1 manat qaytarsa 9 manat ödəniş etdi. Eyni şokoladdan 3 dənə alıb. 9-u 3-ə böləndə düşəcək 3. Yəni bir şokolad 3 manatdır. Cavabı 3 yazmalısınız. Bu da 60-cı sual digər variantlarda da istifadə olunub. Deməli, bütün aşıqlardan istifadə edərək abak üzərində rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmdə də düzəldəcək. Bura 0 yazırsınız, bura 1 yazırsınız, bura 2 yazır, burada 7. Bəli, 7210 doğru cavab idi. Belə dostlar, digər variantlarda izah etmişik. A, B, C, D kanalımızdan tanış ola bilərsiniz. İnşallah nəticələriniz yaxşı olar. Kitabçalara yığıblar. İndi dəqiq formada təbii ki, ballarınızı hesablaya bilmirsiniz, amma təxmini olaraq nələr yazmışsınız ona əsasən ballarınızı hesablaya bilərsiniz. Sağ olun, videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.